Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb. Bu barədə TRT Xəbər məlumat yayıb. Rəcəb Tayyib Ərdoğan 8 noyabr Zəfər günü münasibətilə Bakıda keçiriləcək tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edib. Türkiyə dövlət başçısı Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Şahbaz Şəriflə ikitərəfli regional və qlobal məsələləri müzakirə edəcək. Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında Zəfər günü münasibətilə LED ekranlı maşınlar vasitəsilə məlumatlandırma kampaniyası keçirilir. Washington, New York, Atlanta, Detroit və Boston şəhərlərində gün ərzində hərəkət edən xüsusi nəqliyyat üzərində cəsarət və qürurla 5 il, Azərbaycanın qələbəsi, ədalətin zəfəri, Qarabağda davamlı sülh üçün birlikdə, Qafqaz üçün sülh və əməkdaşlıq, qələbəni mümkün edənləri xatırlayırıq kimi mesajlar, eləcə də işğaldan azad edilmiş rayonların adları Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Xocavənd, Xankəndi, Xocalı, Ağdam, Kəlbəcər, Laçın əks olunub.